Deməli, dəyərli qardaşlar, Allah Taala'nın dininə dəvət eləmək, yardım eləmək hər birimizə vacibdir. Bu məsələdə heç kim səhlənkarlıq eləməli deyil. Allah Teala buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə Qurani Kərimdə: "Ud'u ilə səbil rabbik bil hikmeti vel mev'izatil hasana və cadilhum billati hiye ahsan." Bu ayədə Allah Teala buyurur ki, Rəbbinin yoluna dəvət et. Rəbbinin yoluna dəvət et. Hikmətlə və gözəl moizə ilə. Bəzi qardaşlar görürsən ki, dəvətdən boyun qaçırırlar. Yəni, dəvət eləmək üçün elm lazımdır, şək yoxdur. Dəvət eləmək üçün gərək elm olsun. Sən insanlara danışanda Allah və Rasulundan danışırsansa, şəksiz ki, bunu elm üzərində, dəlil üzərində danışmalısan. Amma ola bilər səndə elm yoxdur, o deməkdir ki, sən dəvəti bacarmırsan. Dəvətin yolu çoxdur. Bir çox yolla dəvət eləmək olar. Əlhamdülillah, sən susmaqla da dəvət eləyə bilərsən. Zərər verməməklə də dəvət eləyə bilərsən. Gözəl əxlaqınla dəvət eləyə bilərsən. Sən danışa bilmirsən, yazmağınla dəvət eləyə bilərsən. Nə danışa bilmirsən, nə yaza bilmirsən, paylaşmağınla dəvət eləyə bilərsən. Və bugün əlhamdülillah, elm əhli, elm tələbələri, Allah onları qorusun. Vallahi qardaşlar, biz baxsaq, tanıyırıq əlhamdülillah, elm tələbələrini, müəllimlərimizi tanıyırıq. Yəni, gecəsini gündüzə qatıb bu dini insanlara öyrədirlər. Bu dini yayırlar, tövhidi yayırlar, sünnəti yayırlar. Elə nümunə olaraq bizim hər birimiz onların dəvəti ilə hidayət olunmuşuq. Gərək biz də yardım eləyək onlara. Ya, onlar məsələn, görürsən, bax, gedirlər, gəlirlər, ora gedirlər, bura gəlirlər, danışırlar, dəvət aparırlar. Bütün günü var, görürsən, o məclis, bu məclis, səslər, tərcümələr, kitablar və s. Əqidədən, mənhəcdən, ədəbdən, əxlaqdan, müamilədən, bütün mövzulardan danışırlar. Sənin üzərində düşən nədir, əziz qardaş? O paylaş o dərsləri. O dərsləri paylaş. O dərslərə rəy yaz. O dərslərə like qoy. Çox insana çatsın. Bu sənin dəvətindir. Allah Teala bugün bizim üçün asanlaşdırıb. Əvvəl sən, yəni bir 10 il, 15 il, 20 il bundan qabaq 200, 300, 500 insanı harda görüb dəvət eləyə bilərdin? Yox idi belə bir şey, mümkün deyildi. Elm tələbələri üçün bəzən mümkün olurdu, bəziləri üçün də heç olmadı. Amma bugün Allah Teala elə eləyib ki, sənin üçün əlində cihaz var. Gördün, dərs, qoy status var. Paylaş, insanlara ötür. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Bəlliğu anni vələv əyə. Məndən bir ayə olsa belə, insanlara çatdırın. Bugün Allah Teala asanlaşdırıb, müvəffəq eləyib, asan şəkildə bu dəvəti insanlara çatdırmağı bacardığımız halda, hətta elmimiz olmasa da, pulumuz olmasa da, bu yolla Allah Teala bizim üçün asanlaşdırıb, yəni biz nə üçün səhlənkarlıq eləməliyik? Vallahi, biz başa düşməliyik ki, əziz qardaşlar, Allahın köməyi nə vaxt gəlir? Biz Allaha kömək eləsək onda. Allah Teala buyurur ki, İn tənsurullaha yansurukum. Əgər siz Allaha kömək etsəniz, Allah da sizə kömək edəcək. Elm əhlidir ki, Allah Teala burada şərt qoyub. Sən Allahın sənə köməyini istəyirsənsə, gərək sən Allaha kömək eləsən. Allah sənə kömək eləsədir ki, və yusəbbit əqdəməkum, qədəmlərinizi sabit eləyəcək. İstəyirsən Allah Teala işləri asanlaşdırsın, Allahın dininə kömək elə. İstəyirsən ruzun artsın, Allahın dininə kömək elə. İstəyirsən sıxıntıların aradan qalxsın, Allahın dininə kömək elə. İstəyirsən ki, Allah Teala qəlbini genişləndirsin, Allahın dininə kömək elə. İstəyirsən ki, Allah Teala sənə evlad versin, Allah Teala sənə neymətlərini bol-bol yağdırsın, sən Allaha kömək elə. İn tansurullah yansurukum. Siz Allaha kömək etsəniz. Kömək etsən, Allah köməyin bütün növləri ilə sənə kömək edəcək. Hətta vallahi baxın Quran-ı Kərimə, Allah Teala nə deyir? Allah Teala buyurur ki, وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ. Biz möminlərə kömək etməyi öz üzərimizə vacib bir haqq götürmüşük deyir. Təsəvvür et, sən Allah üçün heç bir şey etmirsən. Edə biləcəyin şeylərdə də səhlənkarlıq edirsən. Amma Allah Teala səni ruzlandırmaqda, sənə yardım etməkdə, sənə kömək etməkdə, işləri asanlaşdırmaqda Allah Teala yəni sənə kömək etsin. Hamısını eləyir sənin üçün. Sən səhlənkarlıq eləyirsən, Allah Teala sənə diqqətdən qıraqda qoymur. Tərcümə eləməyə bacarırsansa, əziz qardaşım, tərcümə elə. Redakt etməyi bacarırsansa, redakt et. Yaymağı bacarırsan, yay. Bəzən görsən, hansısa qardaşa deyirsən ki, dəyərli qardaş, bax, məsələn, sən bu xüsusda kömək eləyə bilərsən. Elə. Görsən, səhlənkarlıq edir. Deyir, vaxtım yoxdur, amma görsən, gedir başqa yerlərdə vaxt sərf edir. Əziz qardaşım, bu din
nə mənim deyil, nə sənin deyil, Allahın dinidir. Allahın dininə kömək etməlisən. Allah Teala buyurur ki, o zaman ki İsa aleyhissalam öz qövmünə dedi ki, mən ənsari ilallah. Kim Allaha kömək eləyər? Yəni, Allahın yolunda mənə kömək eləyər? Havarilər nə dedi? Nəhnu ansarullah. Biz Allahın köməkçiləriyik. Biz də müsəlmanlarıq. Allaha kömək eləməliyik. Allahın dinini, tövhidi yaymalıyıq. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabəsinə nə deyir? Balaca uşaq idi. İhfazillah, ihfazillah. Allahı qoru. Allah da səni qorusun. Kim bacarır, nə ilə bacarır? Elə qardaşlar. Allahı qorumaq, Rasul sallallahu aleyhi ve sellem'i qorumaq, tövhidə, sünnətə dəvət eləmək, bunun üçün mübarizə aparmaq hər birimizə vacibdir. Kim bacarır sözü ilə, kim bacarır qələmi ilə. Əgər sən hansısa xüsusda bacarığın varsa, ondan kənara çıxma. Görsən, bəzən məsələn, kimsə hansısa bir şeyə bacarır, onu eləməyə başlayır, sonra görsən, yer başqa yerdə qutarır. Onunla kifayətlən. Vallahi, balaca bilmə. Dərsləri paylaşmaq var. Onu kiçik bilməsən. Sən bilmirsən. Sən bəzən statusla bir şey qoyursan, heç belə də, yəni sən onun, necə deyərlər, heç çox ciddi şəkildə fikirləşməmişdin kiminsə hidayətini. Sadəcə qoydun ora. Bir də görürsən ki, kimsə təsirlənir. Kiminsə qəlbinə nurdan girir. Yəni biz bu dəvətə yardım etməyi bacardığımız halda niyə görə Allah və Rəsulunu yardımsız qoymalıyıq? Xüsusən də Allah Teala bugün asanlaşdırıb. Bax, deyirsən, elm tələbələri məsələn gəlmir, danışmır, gelmir. Qardaş, onlar eləyir də üzərinə düşəni. Sən də öz üzərinə düşəni elə. Bəzən görsən, qardaşlar gileylənirlər, şikayət eləyirlər ki, yəni qardaşlar dəvətə yardım eləmir. Bəli, doğrudan da belədir. Var. Görürsən, bacardığı şeylə də yardım eləmir. Qardaş, nə bacarırsan, nəyə gücün çatır? Maddiyyatınla, sözünlə, hörmətinlə, əməlinlə, nə bacarırsansa elə, özünü kənara çəkmə. Vallahi, Allah Teala nemətlərdən soruşmasını deyib bizə. Nemətlərdən soruşacaq. Sümmə lətusəlunnə yevmə idin anin nəim. Sonra siz qiyamət günü sizə verilən nemətlər haqqında sorğu-suala tutulacaqsınız. Yaxşı, din. Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və radıytu ləkumul İsləmə dinə. Allah bu dinədir neymət. Sizə olan neymətimi tamamladım. Bu neymətdirsə bundan soruşacaq Allah Teala. İnsanlara öyrətdinmi? İnsanlara çatdırdınmı? Ötürdünmü bu dini insanlara? Bacardığın halda eləyə bilmirsən. Kimsə bacarmırsa, üzürlüdür, nə deyəcəksən ona? Amma bacardığın halda bu dini insanlara ötürmürsənsə, dinin içində dəvətçilərə, dinin yayılmasında səy göstərənlərə də yardım etmirsənsə, qiyamət üçün Allah səndən soruşacaq. Elhamdülillah, nə bacarırıq fəttəqullah məstətəydum. Allah deyir ki, Allahdan bacardığınız qədər qorxun. Hamımızın məsuliyyətidir. Tək elm tələbələrindən gözləmə. O danışır, sən yay. 300-500 min nəfərlik qrupa görürsən, hansısa böyük bir elm tələbəsinin dərsini göndərirsən, görürsən ki, 3 dənə, 5 dənə adamdır. Rəy yazan, layiq yazan, fikir yazan. Qalan heç kim reaksiya vermir. Yəni, görmürsən, əziz qardaş. Görürsən axı. Niyə səhlənkarlıq edirsən? Niyə dəvəti yardımsız qoyursan? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, qiyamətə qədər ümmətimdən haqq üzərində yardım olunmuş bir dənə haqq tayfa olacaq. Onlara müxalif olan zərər verməz. Müxalif kimdir? Qıraqdan olan müxalif olanlar. Onlara deyir, zərər verə bilməz. Sonra deyir ki, onları köməksiz qoyan onlara zərər verə bilməz. Köməksiz qoyan kimdir? İçindən olan, özünə sələfi deyən, haqq əhli deyən, həqiqi mənhəcin mənsubu deyən, sağlam əqidənin mənsubu deyən özünə, görsən, dəvətə yardım eləmir. Dəvətçilərə yardım eləmir. Yaxşı, sən yardım eləmirsən, sən kömək eləmirsən. Sənə müxalif olan gəlib yardım eləyəcək sələfi dəvətçilərə. Əhlüsünnə vəl cəmaətin haqq mübarizəsinə qıraqdakılar gəlib yardım edəcək. Yox. Demə mən sıraviyəm. Demə mən məsələn bacarmam. Yox, bacarırsan. Müasir yollarla dəvət eləyə bilərsən. Heç kim bunda səhlənkarlıq eləməli deyil. Kim eləyirsə bilsin ki, günah qazanır. Allahın dinini bacardığı şeydə yardımsız qoyursa, bilsin ki, günah qazanacaq. Qiyamət günü Allah ondan soruşacaq. Vallahi, Allah nə deyir? Təavanu
aləl birri və təqva. Allahdan qorxmaqda və xeyir əməllərdə kömək eləyin. Kömək eləməyə deyib Allah Taala. Köməksiz qoymaq olmaz. Bunu inşallah istəyirdim danışım. Allah Taala hamımızı eşidib faydalananlardan etsin. Bütün xeyirlər Allahdandır. Xətalar hamısı bizim nəfsimizdəndir və nəfsimizin şərrindəndir. Elhamdülillahi Rabbil ələmin.